Qızlarla keçirdiyimiz 2 günlük Qəbələ Tufandağ vloquma xoş gəlmisiniz. Səhər saat 7-də qatarla yola düşdük. Təxmini 4 saatlıq yolumuz var idi. Mən ilk dəfə idi sürət qatarına minirdim, amma çox maraqlı bir təcrübə oldu. Burada biz yemək yeyirik, oyun oynayırıq bütün yol boyunca və təbii ki, yatmışdılar bir müddətdən sonra. Daha sonra Qəbələyə çatırıq və burada bir baba götürür bizi və qalacağımız evə aparır. Otaqlarımızı seçib əşyalarımızı yerləşdirməyə başlayırıq və günorta yeməyi üçün hazırlıq edirik. Burada Almaz xanım görürsüz, samavar çayı qaynadır bizim üçün və Elvira xanım da bizə çox qəşəng bir makaron bişirir günortaya. Daha sonra bir də ayılırıq ki, artıq axşam yeməyi hazırlanmalıdır. Ona görə də Almaz xanımla Humay bizə kebab çəkir və Elvira xanım bizə çox gözəl 2 dənə salat düzəldir. Manqal salatı və Sezar salatı. Yeməyimizi yeyirik və təbii ki, axşamı ocaq başında davam etdiririk. Burada Almaz xanım ocağı qalıyır. Bu ocaq başında donsaq da o qədər gözəl vaxt keçirdirik ki. Daha sonra hovuza girməyə qərarı alırıq. Bizim tutduğumuz evin içərisində isti hovuz da var idi və çox qəşəng təcrübə idi. Və sonra sizi aparıram ikinci günə. İkinci gün artıq biz evi təhvil veririk saat 12-də və çıxıb Tufandağa gedirik. Adam sayı çox olsa da yenə də çox əyləndik. Ümumiyyətlə bu 2 gün şəhərin səs-küyündən uzaqda, sevdiyimiz insanlarla o qədər gözəl vaxt keçirdik ki, məncə hər kəsin müəyyən müddətdə belə resetlənməyə ehtiyacı var.